Herkese salam. Bugün sizinle asanlıkla hazırlayabileceğiniz qəlyanaltı resepti bölüşeceğim. Bunun üçün 1 ədəd orta boy soğanı, 2 ədəd qırmızı biber, 2 ədəd isə yaşıl biberi xırda kub şəklində doğrayıram. Qəlyanaltı üçün xırda pomidordan istifadə etdim. Pomidorları və 2 diş sarımsağı xırda kub şəklində doğrayıram. Doğradığım soğanları yağ əlavə etdiyim tavaya dökərək qovururam. Soğan azca qovrulduqdan sonra sarımsağı və biberləri əlavə edib qarışdırıram. Üzərinə zövqə görə çay qaşığının ucunda duz və pul biber əlavə edirəm. Zövqə görə 1 çay qaşığı quru nanə əlavə edib qarışdırıram. Sonda isə pomidorları əlavə edib azca qovurduqdan sonra götürürəm. İçlik tam soyduqdan sonra üzərinə 100 qram duzlu pendir əlavə edirəm. Qarışdırıram. Qəlyanaltı üçün hazır lavaşdan istifadə etdim. İçlikdən lavaşın üzərinə yerləşdirib bükürəm. Azca yağ əlavə etdiyim tavada qəlyanaltıları qızardıram. İzlədiyiniz üçün təşəkkür edirəm.